su gələndə basır o da pəncərələrdən içəri girir. Küçəmizə bir nəzarət eləsinlər, düzəltsinlər, asfaltlasınlar. Müraciət eləmişik, amma vallahi heç bir cavab verməyiblər, nə müsbət, nə mənfi. Barometrin qaynar xəttinə bu dəfə Gəncənin Cavadxan qəsəbəsi Cavanşir Şahbazov küçəsinin sakinləri müraciət ediblər. Sakinlər küçənin uzun müddətdir bərbad vəziyyətdə olduğunu bildirirlər. Onların sözlərinə görə yağış yağan zaman yolda iri gölməçələr yaranır. Hərəkət etmək çətinləşir. Həmçinin bildirirlər ki, dəfələrlə adiyyəti qurumlara müraciət etsələr də heç bir tədbir görülməyib. Cavanşir Şahbazov adına küçədə yaşayıram hal-hazırda. Deməli, küçəmizin bütün kommunikasiya xətləri, bütün hər bir şey hazırdır. Bizim qabaqçı küçəmizin asfaltlanıb, ancaq bizim küçə bu da genel vəziyyəti gərgindir, lığda suda əziyyət çəkirik. Belə ki, Allah prezidentimizin canını sağ eləsin, gözəl şəraitlər qurulub, hər bir şeyimiz yer və yerindədir. Yəni ki, suyumuz, kanalizasiyamız, sonra gecə yandı işıqları, hər bir küçə işıqlandırma, bütün hər bir şeyimiz yer və yerindədir. Bizim şikayətimiz ondan ibarətdir ki, xahiş eləyirik yuxarı qurumlardan bizim bu küçəmizə bir nəzarət eləsinlər, düzəltsinlər, asfaltlasınlar. Bizim də gözəl bir günlərimiz görünsün. Valla göz qabağındadır, özünüz görürsünüz. Su gələndə basır o da pəncərələrdən içəri girir. Xahiş edirəm, bura biraz yensin, bura asfaltlansın. Şərait yaransın. Bizim xahişimiz budur. Hər şey var, bütün kommunikasiya xətləri çəkilib, bir asfalt örtüyü lazımdır. Xahiş edilib, bu da tez bir zamanda həllini tapsın. Bizim xahişimiz odur. Problemimiz budur, bax göz qabağındadır. Biz də istəyirik ki, Gəncəmiz günü-gündən gözəlləşir, abadlaşır. Allah canlarını sağ eləsin. Bizim də küçə gəlsin, yaraşsın Gəncəmizə. Bir balaca yağış yağan kimi nə keçmək olur, nə gəlmək olur. Müraciət eləmişik, amma vallahi heç bir cavab verməyiblər. Nə müsbət, nə mənfi. 2 dəfə müraciət eləmişik. 16-17 nəfər bütün qonşularla imza atmışıq. Şəxsi imzalarla, amma heç bir şey cavab verməyiblər bizə. Qeyd olunan şikayətlə bağlı Gəncə şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, Gəncə şəhərində aparılan abadlıq quruculuq işləri çərçivəsində Cavanşir Şahbazov küçəsində də asfaltlanma işlərinin aparılması nəzərdə tutulur. Qeyd olunan işlər mərhələli şəkildə həyata keçirilir.